Hər kəsə salam. 2025-i xilas edirəm gün 29-a xoş gəlmisiniz. 30 gün 30 fərqli məndə bu gün nailiyyətlər tortu hazırlayırıq. Əvvəlcə onu izah edeyim ki, bu tort resepti mənim deyil, sosial mediada görmüşəm. Ona görə də reseptin əsl sahibini və hansı məhsullar lazımdır təsvir hissəsində hər birini qeyd eləyəcəm. İndi isə gələk hazırlama qaydasına. İlk hissədə hazırlama qaydasının bişməsini və s. göstərəcəm. Sonra isə nailiyyətlər olan bayraqları da sonda əlavə eləyəcəm tortumun üstünə. Və başlayaq. Deməli 2 yumurtanı və 1 stəkan şəkər tozunu ağarana kimi mikser eləyirik. Bu hardasa təxmini 8-10 dəqiqə vaxtımız alır. Belə ağarır və köpürür. Ondan sonra yarım stəkan duru yağı və 1 stəkan sütü, bu məhlulmu desəm, qarışımı desəm, nəysə onu əlavə eləyirik. Ardınca unu 2 stəkan olmaq şərti ilə ələkdən keçirdirik. Ardınca 1 paket qabartma tozu və 1 paket vanilini də ələkdən keçirdəndən sonra yenə başlayırıq mikserlamağa. Və bu belə bir şey öyrənmişəm ki, mikseri qoşmamışdan əvvəl bu unda axı əgər olduğu halı ilə qoşsaq, onda üstümüz başımız un olurmuş. Sınamaq yanılmaqla bu texnikanı öyrənmişəm. Ona görə əvvəlcə biraz qarışdırmalıyıq ki, un, yəni o həm məhlulun tərkibində biraz bərkləşsin. Ondan sonra mikseri qoşanda çox yaxşı şəkildə qarışır. Bunu da hardasa bir 3-5 dəqiqə qarışdırırıq ki, tam istədiyimiz o səliqəli hala gəlib çıxsın. Ondan sonra isə qalır pudinqimiz. İstənilən növ pudinq istifadə edə bilərsiniz. Məsələn, orijinal reseptində şokoladlı pudinqdən istifadə olunurdu. Mən bu səfər bananlı pudinqdən istifadə elədim. Daha ləzzətliymiş kimi gəlir qoxusu. Bunu da yenə bayaq dediyim texnika ilə əvvəl biraz məhlulun içinə əlavə eləyirik, qarışdırırıq. Ondan sonra mikser qoşub mikser eləyirik. Belə fikir verdinizsə, artıq bir qədər qatlaşmış formaya gəlib çıxıbdı. Daha sonra deməli qabı yaxşıca yağlayırıq ki, həmin biskvit bişəndən sonra çıxardanda rahat şəkildə çıxsın. Ona görə kərə yağı ilə hər tərəfin, yəni həqiqətən də dib bucaq hər yerini yağlayıram. Mən sobanı əvvəlcədən istiləndirməmişdim. Elə sadəcə 180 dərəcəyə gətirdim və saatı da 45-50 dəqiqə qurdum. Ona görə də əsas bişmə mərhələsində ona diqqət eləmək lazımdır ki, üstü qızarsın. Əgər həm üstü qızarıbsa, həm tort özü tam şişibsə və çöp batıranda üstünə əgər xəmir çıxmırsa, deməli hazırdır. Anamdan öyrəndiyim məsləhətlər. Məsələn, burada da yəni o qədər yağ vurmuşam, əlimdən gələn eləyirəm ki, düşsün. Yəni nə qədər çalxaladım qabı, düşmədi. Axırda bezdim, dedim düşmürsən, gözüm aydın. Necə, amma anam 1 saniyə sadəcə əlim vurdu və bu versiyaya gəldi. Necə oldu bilmirəm. Bunu da çəkməmişəm sizə. Amma hazırlama qaydasını danışım. Çox sadədir. Sadəcə 1 paket krem şantiyə ehtiyacımız var və bir də 1 stəkan soyuq südə. Elə çıxmağa başlayanda 2 ya da 3-cü dəqiqəsində belə qatılaşır. Sonra da qoyursan soyuducuya daha yaxşı hal alır. Orada da gördüyünüz kimi kremi özüm çəkdim və əsla o bəzəyi vura bilmədim. Nəysə yenə getdim anamı çağırdım. Yəni yaxşı ki anam var. Bəli. Hər şeyimə dəstək olur, sağ olsun. Deməli, nə edirik? Bu hissəni etməsəz də olar. Mən sadəcə öz keyfimə görə eləmişdim. Biskviti ortadan böldüm. Bu kremi arasına tam şəkildə çəkdim. Ondan sonra qoz biraz üyüdülmüşü əlavə elədim və bir də banan. Dediyim kimi bu sizin keyfinizə görə dəyişən bir şeydir. İstəyirsiniz daha artırın, istəyirsiniz heç eləməyin. Heç orijinal reseptdə yox idi. Tamamilə öz improvizəmdir. Sonra heç nə üstündə günəş formasında bəzətdirməyə çalışıram ki, orada balaca bir günəşim olsun 2025 üçün. Və bir də sonda məncə o hissəni çəkməmişəm. Üstünə qəndlərdir də məncə. Ulduz və qar dənəciyi formasında bəzəkli bəzək tort dekorudur məncə adı. Bilmirəm. Ondan əlavə elədim və beləliklə tortumuz hazır oldu. Düzdür, başda nailiyyət dedim, çünki trenddə bu şəkildə gedir. Amma məncə bunun nailiyyətdən çox məni xoşbəxt edən şeylər deyə ifadə etsəm daha düzgün olar. Bu tortun üstündə bu il ərzində məni nələr xoşbəxt edibsə, hər birini qeyd eləmişəm. Nəinki il, bütün ömrüm boyu məni xoşbəxt edən ilk şey əlbəttə ki, ailəmlə bol-bol vaxt keçirməkdir. Ona görə də məni xoşbəxt edən şeylər siyahısına onu yazıb tortumun üstünə əlavə edirəm. Ardınca fərqli sərgilər gəzmişəm bu il. Yeni əsərlərlə tanış olmuşam, xoşuma gələn əsərləri görmüşəm ki, onları unutmayacağımı düşünürəm. Onu əlavə eləmişəm. Digər bir bayrağımda isə 5 ilin ardından saçlarımı uzatma qərarım var idi. Bilmirəm, uzun müddət qısa saçdan sonra uzun saçdanmı darıxmışam yoxsa niyə, amma anidən saçımı uzatma qərarı verdiyim üçün xoşbəxt olmuşdum. Hələ də davam edirəm bu arada.
Sonra digər bir bayrağımda isə dəniz qızı oldum yazmışam. Məsələn, mənim heç vaxt dəniz çəkilişim olmayıb. Bu çəkiliş o qədər maraqlı keçmişdi, çünki qardaşımla idik və bütün günü əylənmişdik, gülmüşdük. Ona görə onu da xoşbəxt elədiyi üçün əlavə elədim. Digər bir tərəfdən oyuncaq maşınından ilk dəfə bir oyuncaq almışdım. O maşınla heç ulduzumuz barışmır. Oradan oyuncaq əldə edə bildiyim üçün çox xoşbəxt olmuşdum. Ardınca ömrümdə ilk dəfə xəncər yedim. Bu sizə biraz gülməli səslənə bilər ki, yəni çox qeyri-adi bir ölkənin mətbəxi deyil, amma yenə də mənim ilk sınamam idi. Digər bir tərəfdən çoxlu kitab oxudum, film izlədim, seriallara baxdım, animasiyalara baxdım. Ardınca ilk dəfə labirintə girdim. Yəni labirint sınağım, deneyimim heç vaxt olmayıb. Ona görə o soyuq əllərdə ki, labirintə girmək məni xoşbəxt eləmişdi, çünki maraqlı idi. Digər bir tərəfdən uşaqlıq dostumla podkast çəkmişdik. O gün o qədər xoşbəxt idim ki, həmin günə geri dönmək istəyirəm. Hava soyuq olsa belə qəlblərimiz o qədər isti idi ki, o gün mükəmməl idi. Digər bir bayrağımda isə 8 ay əvvəldən dostlarımın ad günümü təbrik eləməsi var idi. Yəni ad günlərə ad günü vaxtı təbrik olunur da, elə deyilmi? Amma mən dostlarım bir sürpriz edib qeyri vaxtda da təbrik etmə qərarı almışdılar. Ondan sonra ilk dəfə bulvardakı yarmarka getmişdim. Yəni təbii ki, 2 il də var mövcuddur, amma mənim bu il getdiyim üçün o da məni xoşbəxt edən bir an idi, çünki qrup yoldaşlarımla idim, ona görə maraqlı idi. Digər bir tərəfdən bir sıra tədbir və festivallarda da iştirak eləmişəm. Sonra məni xoşbəxt edən bir şey müsabiqədə hədiyyə qazanmağım, daha düz olar da, hədiyyə qazanmağım idi. Yəni çox gözləmədiyim bir anda olduğu üçün xoşbəxt eləmişdi məni. Digər bir xoşbəxt olduğum an isə asudə vaxtımı dəyərli şəkildə keçirə bilməyim olmuşdu. Onsuz da siz də bu marafonla birgə bir neçə asudə vaxt keçirdiyim amilləri izləmiş oldunuz. Digər bir tərəfdən təbii ki, məni xoşbəxt edən digər amil də təhsil həyatımın uğurlu olmasıdır. Yəni ortalamamı yüksək saxlamağım da xoşbəxt olmağıma yetir. Ən gülməli olan xatirəm isə budur ki, uşaqlıq şəklimin təkrarını qarda çəkdirə bildim bu il və qar yedim, ardınca xəstələndim, səsim batdı, amma yenə də qardaşımla idim və əylənirdim deyə bu günə də dəyərdi. Ondan sonra ilimi çoxlu çiçəklərlə keçirdim. Ya mən çoxlu çiçəklər aldım, ya mənə aldılar və çiçəklərlə bütün ili bəzəmək əlbəttə ki, maraqlı və xoşbəxt edir. Daha sonra ilk dəfə hanbok geyinmişdim. Yəni fərqli ölkənin mədəniyyətinə məxsus milli geyim idi. Ona görə çox xoşbəxt idim. İlk dəfə gəmi səyahətinə çıxdım. Gəmi muzeyində olmuşam, hətta o muzeyin restoranında da olmuşam, amma yəni sırf o səyahət edən gəmiyə ilk dəfə idi minirdim. Ardınca açıq sosial media hesabları işlətməyə başladım. Çox qəribə idi. 2025-in məncə ən ola biləcək hissəsi o idi. Digər bir tərəfdən artıq imzalı bir kitabım var. Yəni müəllifindən imzalı ilk kitabım var hətta. Bu da təbii ki, xoşbəxt eləmək üçün yetər. Daha sonra heç unutmayacağım anlardan biri uşaq sığınacağına gedib oradakı körpələrlə tanış olmaq idi. Sonra xoşbəxt olduğum digər bir an isə özümlə vaxt keçirməyim idi. Yəni insan mütləq özü ilə baş-başa qalmalıdır, özü ilə də əylənməyi bacarmalıdır. Ona görə self-date'lər həmişə mənim sevimlilərim siyahısında ilk 3-də var. Digər bir tərəfdən müxtəlif sertifikatlar aldım, həm universitet tərkibində olsun, həm qeyri-inkişaf kursları olsun və s. Ona görə də xoşbəxt olmağa dəyər. Digər biri isə bizə dostlarım gəlib həmişə, amma ilk dəfə idi ki, bir dostumla oturub animasiya izləmişdik. Bu da bu ilimin maraqlı hadisələrindən biri idi. Digər bir tərəfdən bu il ilk dəfə insanlar içində anksiyetem tutmadan, hətta ömrümdə ilk dəfə idi ki, çiçəklərin altında rəqs eləmişdik. O qədər maraqlı ki, o trend idi və rəfiqəmlə onu sınadığım üçün çox xoşbəxt idim. Hə, bir də bu il Zootopiyada sinemada baxmışdım. Mən normalda sinemada film izləməyi sevmirəm. Bu il üçün ilk idi, həm də maraqlı idi, xoşbəxt eləmişdi. Sonra mətbəx macəralarımı yazmışam. Onsuz da siz şahidi olursunuz çox-çox. Digər bir tərəfdən ilk dəfə planetariumda olmuşdum. Düzdür, orada uşaqların səs-küyü falan çox da maraqlı bir sınaq olmamışdı, amma yenə də oradakı planetlərin izahı falan xoşuma gəlmişdi. Sonra bu stresimi atmaq üçün bulvardakı yeni attraksiyonları da sınaqdan keçirmişdim və yenə rəfiqəmlə idim. Yenə o qədər maraqlı idi, o qədər gülmüşdü ki, əlavə eləməsəm olmazdı təbii ki. Digər bir tərəfdən çox sevdiyim bir kafe var ki, rəfiqəmlə bir yerdə, yəni oranın müdavimi olmuşduq və universitetə çox yaxın idi deyə 7-24 oradaydıq kimi bir şey olmuşdu. Bu da mənim xoşbəxt etməyə bəs eləmişdi təbii ki. Digər bir tərəfdən çoxlu muzeylər gəzmişdik. Ondan sonra ilk dəfə kimono geyinməyi sınamışdım. Ondan sonra mən tanımayan insanlarla danışmağa başlamışdım. Təbii ki, burada da anksiyetəni yenmək böyük bir addım idi mənim üçün. Digər bir tərəfdən bu ildə özümdən keçib heç kimə pislik etməmişdim. Bu da təbii ki, önəmli bir amildir. Yaxşı insan olmağa davam. Digər bir məni xoşbəxt edən amil isə
Məni tanımayan insanlardan iltifatlar almağım idi. O qədər xoşbəxt olma vəsaiət ki, çünki dostumuz, tanışımız, ailəmiz həmişə iltifat edir. Amma səni tanımayan insanların durduq yerə iltifat eləməsi, bəli, xoşbəxt olmaq üçün bir səbəb idi. Sonra dirək şar uçurdum. O qədər qəşəng bir an idi ki, unuta belə bilmərəm. Digər bir xoşbəxt olduğum an isə hər kəsə gülümsəməyim idi. Həqiqətən də yolda bəyəndiyim birinə, balaca uşaqlara, heyvanlara, durduq yerə havaya, yəni gülümsəməyi çox sevirəm. Sonra həyatımın dadını çıxardım. Yəni 2025 girəndən bəri bu il mənim ilim olacaq deyə ortalıqda gəzirdim onsuz da və həyatın dadını çıxartdığım üçün özümə minnətdaram. Və son olaraq da gələcək mən üçün bacardığım qədərin elədim. Əlbəttə ki, enişlər olduğu kimi, yəni nə qədər xoşbəxt olursansa, bir o qədər də enişlər olur. Amma yenə də insan özü üçün bir addım atırsa, bu özü xoşbəxtlikdir, uğurdur, nailiyyətdir. Və bu il də yanımda olan ailəmə və dostlarıma təşəkkür edirəm. Bu günlük bu qədər. Sağ olun.